Bugün çox həssas bir mövzuya işarə edəcəm Allahın izni ilə. İnsanı bədbəxt edən ən mühüm amil nəfsinə qul olmasıdır. İnsan ki, nəfsin istəklərin qeydsiz, şərtsiz icra eləyir, olur nəfsinə qul. Nəfs insanı bədbəxt eləyir. Nəfsani istəklərə qul olmaq insanı uçuruma aparır. Amma xütbənin əvvəlində bəzi terminləri istəyirəm açıqlayam. Məsələn, Qur'an buyurur, ənil həva, ənil həva. Həvai nəfs deyirik, xətiblər xütbələrdə. Həvai nəfs, Qur'an buyurur, ənil həva. Həva sözü lüğətdə yüksəklikdən aşağı suqut etməyə deyilir, düşməyə deyilir. Həvai nəfs, yəni nəfsin istəkləri. Bu termində var ki, siz eşidirsiniz, nəfsani istəklər. Nəfs, batil, bəyənilməyən istəklər edir insandan. Buna deyərlər, həvai nəfs, nəfsani istəklər. Xütbənin əvvəlində bunu qısa izah edirəm ki, indiki xütbədə dəfələrlə təkrar edəcəm, aydın olsun. Həvai nəfs nə deməkdir, nəfsani istəklər nə demək? Yəni, nəfsin istəkləri. Nəfs pis şeylər istəyir. Nəfs insanı günaha sürükləyir. Nəfs batil məsələlərə insanı dəvət edir. Bəyənilməyən şeylərə insanı çağırır. Həvai nəfs, nəfsin istəkləri hər insanda var. Əgər nəfsin istəklərindən, həvai nəfsdən qeydisiz, şərtsiz insan itaət eləsə, bu çox təhlükəlidir. Olur nəfsə qul, nəfsani istəklərin qulu, əsiri. Allah təbarək və Teala mübarək Kəhf surəsində buyurur, Əuzu billah, və la tuti'i mən əğfəlna qəlbəh ən zikrina və təbəğə həvahu və kənə əmruhu furuta. Sadaqallahu aleyhi. Deyir, itaət eləmə, tabiçilik etmə. O adamdan ki, əğfəlna qəlbəhu ən zikrina, onun qəlbi, ürəyi bizim zikrimizdən qafil olubdur. Qafil adamdan itaət eləmə. Qəflətə düçar olmuş insanın ardıca getmə. Bu adam özü qafildir. Bundan itaət eləmə, tabiçilik eləmə. Və təbəğə həva, və hər o kəsi ki, nəfsani istəklərinə itaət eləyir, nəfs ona fərman verir, nəfs nə deyirsə o onu eləyir, belə adamdan itaət eləmə. İşində belə adamlar ifrat eləyir, Quran buyurur. Və kânə əmruhu furuta. O adamların işləri həmişə ifratdır. Allah təbarək və Teala mübarək Casiyə surəsində buyurur. Əfərəəytə mən ittəxədə ilahəhu həvah. Allah təbarək və Teala bu ayədə buyurur ki, bəziləri nəfsani istəkləri özünə Allah seçiblər. Bir çoxlarını mən deyərdim. Dünyadakı milyon insanlar, milyard insanlar yaşayır. Bir çoxlarının Allahı onların nəfsidir. Əfərəəytə mən ittəxədə ilahəhu həvah. Görmədin ki, o kəsi ki, nəfsani istəklərin özünə Allah eləyibdir. Nə deməkdir bu? Yəni, Allaha yox, nəfsani istəklərinə quldur. Allahdan itaət eləmir, nəfsani istəklərindən itaət eləyir. Allah dediyin eləmir, nəfsinin dediyin eləyir. Dildə Allah Allah desə də nəfsinə itaət eləyir. Demək, bunun həqiqi mənada Allahı nəfsidir. Ona görə biz la ilahə illallah deyəndə bütün ilahları inkar edirik. Onun içində nəfs də var.
Bir çoxlarının Allahı onun nəfsidir. Bu çox geniş bir mövzudur. Bu barədə çoxlu ayələr var, hədislər var, hikmətli sözlər var. Həzrət Mövla buyurur, Əvvəlul həva fitnə və axirəhu mihnə. Mihnə. Nəfsani istəklərin əvvəli fitnədir. Yəni, nəfsani istəklər icra olunanda fitnə yaranır. Və axirəhu mihnə. Axiri də möhnət və zəhmətdir. Hər kəs nəfsani istəklərinin dediyi ilə oturub durur, yaşayırsa, əvvəli fitnədir, sonu da mehnətdir, zəhmətdir. Sonra Həzrət Mövla buyurur, Taətul həva tərədda. Nəfsani istəklərdən itaət etmək insanı həlak eləyir. İnsanı uçuruma aparır, insanı suquta uğradır. Dedikdə həva sözünün lüğətdə mənası yüksəklikdən suqut eləməkdir, düşməkdir. Yəni insan, sən yaranmısan, ağlın və şəriətin əsasında ucalasan mənəvi zirvələrə. Amma nəfs, həvai nəfs insanı həmin o zirvələrdən çırpır yerə. Suqut elətdirir. Əsfələ safilinə aparır. Nəfsani istəklər insanı xar edir, zəlil edir. Həzrət Mövla buyurur, Mən ittəbəğə həvahu, ə'mahu, və əsəmməh, və əzəlləh, və ədəlləh. Hər kəs nəfsin istəklərini icra eləyərsə, nəfsinə qul olarsa, nəfs onu kör edər, kar edər, azğın edər, zəlil edər, xar edər. Əyani şəkildə biz bunu müşahidə edirik həyatımızda. Nəfsin istəkləri əsasında yaşayanlar, günahkarlar həmişə zəlil olurlar, xar olurlar. Amma Allahın dediyi kimi yaşayanlar izzətli olurlar, əziz olurlar. Həzrət burada buyurur ki, hər kəs nəfsani istəklərin əsasında yaşayırsa, onlar kar, kör, zəlil, xar. Yəni həqiqəti görmür, həqiqəti eşitmir. O ancaq nəfsin istəklərini eşidir. Nəfs nə deyir? Onu eşitmək istəyir. Həqiqəti göstərirsən görmür, çünki nəfsi istəmir ki, görsün. Nə qədər arqument, dəlillər, subutlar o görməzlikdən gəlir, baxmır. Nəfsani istəklər çox böyük təhlükədir. İmam-ı Sadiq əleyhissalam buyurur ki, La hicabə, əzləm və əvhəş beynəl abdi və beynəllah Teala min həvən nəfs. Çox böyük sözdür. Allahla bəndə arasında nəfsani istəklər kimi təhlükəli, qorxulu, qaranlıq maniyə yoxdur. Nəfsani istəklər bizləri Allahımızdan ayırır. Allahla bəndə arasında qaranlıq, zülmət yaradır, maniyə yaradır. Nə üçün Allahımızdan uzaq düşürük? Nə üçün ona yetişə bilmirik? Çünkiəsirik nəfsani istəklərimizin əlində. Bir çoxları şəhvətlərinə əsirdir, bir çoxları tamaha əsirdir və s. Həzrət Mövla buyurur ki, Səbəbu fəsadəd-din əl-həva. Nəfsani istəklər dini zay edər, fasid edər, fəsada səbəb olar. Başqa bir hədisində Həzrət buyurur ki, Mən ətəə həvah, baə axirətəhu bidünyah. Hər kəs nəfsin istəklərini icra eləyərsə, nəfsinə qul olarsa, axirətin dünyaya satmış olur. Bu cürdür da. Allah bizə buyurur ki, nəfsüzə qul olmuyuz. Şəriət əsasında yaşayız ki, dünyada da xoşbəxt olasınız, axirətdə də. Amma insan əgər Allahı, şəriəti, Qur'anı, Peyğəmbəri, imamı buraxa, nəfsinə qul olarsa
nəfs necə deyirsə, o cür yaşayarsa, demək, axirətin əldən vermiş olur. Dünyada müvəqqəti ötəri ləzzətlərə satır axirətin. Belə insanlar. Mərhum şəhid Murtaza Mutəhhəri gözəl buyurur, deyir, bəziləri xəyal edirlər ki, azaddılar, azad insandılar. Çünki başqalarının qulu deyirlər. Deyir, mən azadam, heç kəsin qulu deyirəm, quldarlıq dövrü qutardı. Bir halda ki, minlərlə həqiqətdən qafildilər. Bunu unudurlar ki, əsarətin və quldarlığın müxtəlif növləri var. Quldarlıq və əsarət bir növdür ki, bilmirlər ki, məsələn, tamah bir növ əsarət və quldarlıqdır. Bilmirlər ki, cahil adətlər əsarət və quldarlıqdır. Bilmirlər ki, malpərəsti, pulpərəsti bir çoxlarının Allahı onun puludur. Pul üçün, malı, pulu əldə etmək üçün bütün dəyərlərdən keçir. Bütün dəyərlərdən keçir. Pul olsun, mal olsun, dünya malı olsun, dünya malını görəndə bütün dəyərlər yadından çıxır. Ürfüdə söz var, deyir, filanı, məsələn, filan şey ya pulu gördü, dədəsini yaddan çıxartdı. Ata, dədə dəyər deməkdir də. Din dəyər verir ataya. Yəni, filanı pulu görəndə atasının, dədəsinin yadından çıxardır, yəni dəyərləri yadından çıxardır. Dini yadından çıxardır. Mənəviyyatı yadından çıxardır. Çünki quldur pula. Bir çoxlar unudur bunu. Həzrəti Yusuf əleyhissalam. Həzrəti Yusuf əleyhissalamla qul kimi rəftar olunurdu. Bazarlarda biri satırdı, biri alırdı. Diqqət eləyin. Həzrəti Yusuf əleyhissalamı. Əldən ələ ötürürdülər qul kimi. Dünya malından heç bir şey yox idi Həzrəti Yusuf əleyhissalamın. Hətta əynindəki paltar, yeməyi də onun dördü. Kimin qulu idisə zahirdə, o adamın idi. Zəhmət çəkirdi, işləyirdi, zəhmətinin nəticəsi də qulun olunmur ki, sahibin olur. Həzrəti Yusufun heç bir şey yox idi. Həzrəti Yusuf əleyhissalam maddi cəhətdən, fiziki cəhətdən qul idi. Amma Misirin ən gözəl xanımının qarşısında tutduğu mövqeydə müəyyən oldu ki, aşkara çıxdı ki, bu adam azaddır. Əsl azad insan budur. Nə üçün? Çünki bütün təhdidlərə, vəsvəsələrə rəğmən şəhvətin dediyini etmədi. Rədd etdi bütün şəhvətləri, istəkləri. Çox çətin imtihanı idi Həzrəti Yusufun imtihanı. Göstərdi ki, nə əzəmətli bir ruhu var. Gəzdirdiyi ruh azad ruhdur. Şəhvətə qul deyil. Şəhvətin qulu deyil. Ərz elədi. Mən Allahın bəndəsiyəm. Şəhvətlərin yox. Zindan mənim üçün daha sevimlidir bu işdən. Bu məni nəyə dəvət eləyir? Şəhvətə. Ki, şəhvətə qul olum, şəhvətin əsiri olum. Mən gedib zindanda qalsam, daha yaxşıdır bundan. Tarixdə belə insanlar çox olubdur. Zahirdə qul olublar, amma azad insanlar olublar. Əsl azad insan onlar olublar. Nə üçün? Çünki ağılları, ruhları əsir olmayıbdır.
əxlaqları azad olubdur. Onlardan biri Loğman Həkim. Loğman qul idi, amma azad insan idi. Azad ruha malik idi ki, hikmət sahibi oldu. Qur'anın 114 surəsindən biri Loğman surəsidir. Amma zahirdə qul idi. Amma həqiqətdə azadlığın zirvəsində idi. İndi əksi də bu cürdür, bəli. Bir çoxları, əksəriyyət zahirən azad insandılar, qanun nöqteyi nəzərindən. Fiziki cəhətdən, maddi cəhətdən heç bir məhdudiyyət, heç bir çərçivə yoxdur. Məsələn, zindanda deyirlər, heç kəsin qulu deyirlər və s. Amma həqiqətdə əsirdilər. Həqiqətdə quldular. Ağılları əsirdi. Ağlı cəhətdən, ruhu cəhətdən, əxlaqi cəhətdən əsarətdədirlər bunlar. Dünyada əksəriyyət bu cür yaşayır. Düşüncələri əsarətdədir, ağılları əsarətdədir. Azad düşüncəyə, azad təfəkkürə, azad əxlaqi dəyərlərə sahib deyirlər bunlar. Elə bilirlər ki, azadıq. Azadlığı heyvani nöqteyi nəzərdən düşünürlər. Bəli, məsələn, çox üzr istəyirəm ifadəmə görə. Heyvanı salarlar bir yerə, qapını bağlayarlar. Məhdudiyyət yaranır. Amma açarlar, buraxarlar sahəyə, o azad özünü hiss eləyər. Elədir? Hər nə istəsə yiyər, qaçar, gəzər, dolanar, bir çoxları azadlıq məfhumun bu cür dərk ediblər. İstədiyimi yeyirəm, istədiyimi gəzirəm, istədiyim yerə gedirəm və s. Amma düşüncə cəhətdən, ağıl cəhətdən, dəyərlər nöqteyi nəzərdən əsarətdədirlər. Bu mənim sözlərim deyil, bu mərhum mütəfəkkir Şəhid Murtaza Mütəhərrinin sözləridir. Mütəfəkkir böyük alimdir. Bəziləri var, böyük insanlar o gözəl sözləri deyirlər, demirlər kimindir. İnternetdə deyib, Şəkilin qoy filanı, bəli, xütbə eləyən filan kəsdir, amma sözün gərək əmanətdarlığını eləyəsən də, deyəsən ki, bu sözü kimdir. Mənim kimisinin nə çıxarı var bu cür sözlər deyə, salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Bəli. Necə ki, Qur'an-ı Kərim Hud surəsinin 21-ci ayəsində buyurur ki, onlar özlərini satdılar. Həzrət Mövla da buyurur ki, nəfsani istəklərə qul olanlar özlərini satırlar, axirətlərini satırlar. Bir nəfər gəldi Həzrət İsa Məsihin yanına, ərz elədi ki, mən zina etmişəm. Ya Ruhallah, məni paçla, ilahi həddi mənə cari elə, mən paçlanmaq istəyirəm. Həzrət İsa Məsih də göstəriş verdi ki, ilahi hədd icra olunsun, bunda işim yoxdur. Bu məqamda Həzrət Yəhya əleyhissalam gəldi. Bu adamı gətiriblər, daşqalaq eləsinlər, artıq o çuxur yerdə saxlayıblar, hazırdılar ki, ilahi həddi icra eləsinlər. Həzrət Yəhya yaxınlaşdı, çox ibrətlidir. Həzrət Yəhya gəldi yaxına, dedi, ya muznibu, izni. Ey günahkar, məni moizə elə. Baxın, o əzəmətli Peyğəmbər, Həzrəti Yəhya, gəlir günahkara, deyir ki, məni moizə elə. Bu barədə mən illər, aylar öncə danışmışam, bunu istəmirəm. İstəyirəm əsas məsələyə deyəm ki, burada psixoloji məqamlar var, bunları biz danışmışıq. O adam Həzrəti Yəhyaya moizə eləyir. Mömin moizədən doymaz. Möminin əsas xüsusiyyətlərindən biri onun moizə, nəsihət qəbul etməsidir. Hər kəsi ki, moizə eşitmək istəmir, nəsihət qəbul etmək istəmir, möminliyində gərək şəkk eləsin. Özdə moizədə, moizə edənin uca məqamda olması şərt deyil. Düzdür, adətən bu cürdür. Amma hökman deyir ki, həmişə bu cür olsun, şərt deyil. Necə ki, ilahi Peyğəmbər gəlir, günahkara deyir ki, mənə moizə elə. O adam gör nə deyir? Buyurur ki,
La tuxalliyenne beynə nəfsikə və həvaha fətərda. Deyir ki, nəfsani istəkləri azad buraxma ki, səni uçuruma aparar, suquta uğrayarsan. Məlumdur da, bu adam zina eləyibsə, başına gələni deyir ha. Ki, nəfsani istəkləri azad buraxma. Yəni, nəfsün cilovu əlində olsun. Nəfsani istəkləri ki, azad buraxdın, nəfs nə dedi, sən onu eləsin, bu səni uçuruma aparacaq. İmam Sadiq əleyhissalam Həzrət Səlmanı çox yad eləyərdi. Bir nəfər soruşdu ki, ağa, Həzrət Səlmanı çox yad eləyirsən. Çox gözəl dastandır bu, hədisdir bu, ibrətlidir. İbrəti budur ki, Həzrət İmam Sadiq haçan yaşayır? Həzrət Səlmandan neçə əsr sonra, elədir? Necə yaşamalıyıq ki, məsum imam bizi yad eləsin? Mən özüm ərz edirəm. İmam Zaman ki, ağadır, kərimdir, bizi üçün dua eləyir, bizim üçün istiğfar eləyir, biz onu qəmləndiririk və s. öz yerində. Amma necə yaşayaq ki, İmam Zaman bizi yad eləsin, xatırlasın? İmam Sadiq Həzrət Səlmanı yad eləyirdi. Həzrət Səlman elə bir məqama çatmışdı ki, minna əhləl beyt olmuşdu. Həzrət buyurdu ki, Səlman biz əhl-i beytdəndir. Həzrət buyurdu, bilirsən nə üçün Səlmanı çox yad eləyirəm, xatırlayıram? Çünki Həzrət Səlmanda 3 xüsusiyyət var idi. Biri bu idi ki, Həzrət Səlman Həzrəti Əmirül-Mümininin istəklərin öz istəklərinə tərcih verərdi. Nə deməkdir bu? Yəni bir adam kimi özünün istəkləri var idi, imamın da istəkləri var idi. Həzrət Səlman deyir ki, mənim istəklərim yox, imamın istəkləri yaxşıdır. İmamın istəkləri gərək olsun. Həzrət Səlman üçün imamın istəkləri daha üstün idi, daha öndə idi və tərcih verirdi. Birinci xüsusiyyət budur. Yəni, nəinki öz istəkləri. Bir çoxları nə üçün Səlman kimi ola bilmədilər, Təlhə, Zübeyir və s. Çünki nəfsani istəklərinin ardıca getdilər. İkinci xislət budur ki, deyir, həmişə fəqirlərlə oturub durardı. Onları sevərdi. Fəqirlərlə oturub durmağı, kasıblarla oturub durmağı üstün bilərdi varlılarla oturub durmaqdan. Peyğəmbərlərin, ilahi övliyaların həyat tərzi bu cürdür. Üçüncüsü də budur ki, elmi, bilgi və alimləri çox sevərdi. Allah'ın verirəm, öz zət kərəminə bizləri nəfsimizin qulu olan bəndələrindən qərar verməsin. Amin. Nəfslərinə qalib gələn bəndələrindən bizləri qərar versin. Bir ləhzə, bir an bizi öz nəfsimizin ixtiyarına buraxmasın. İnnə əhsənəl hədis və əbləğəl məvizən Kitabullah Əzzə və Cəl. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd, Allahus-saməd. Ləm yəlid və ləm yulad və ləm yəkullahu kufuvan əhəd. Sadaqallahul əliyyul azim.